Mərkəzi Aran rayonlarında pambıq sahələrində agrotexniki qulluq işləri həyata keçirilir. Mütəxəssislər deyirlər ki, may-iyun aylarında bu sahəyə xüsusi fikir verilməlidir. Yevlaxdan hazırlanan süjeti izləyək. Yevlax rayonunda pambıq sahələrində alaq otlarından təmizləmə, suvarılma və zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilir. Agronom Əfşar Həşimov deyir ki, bitiş vermə dövrü olduğu üçün may-iyun aylarında pambıq sahələrinə xüsusi qulluq göstərilməlidir. Agrotexniki qulluq işləri düzgün və vaxtında həyata keçirilməlidir. Ziyanverici həşərat var. Bu həşəratlara vaxtında mübarizə aparmasan, o pambığın təpə nöqtəsini vurur, pambıq inkişafdan dayanır, eybəcər kollanma şəklinə dönür. Məhsuldarlığı 15-20% birinci mərtəbədə həmin o ziyanvericilər hesabına itirilir. Ona görə də pambıq yerdən çıxıb əsl yarpağını qoymamışdan qabaq, cərgə arası görünən kimi o mübarizəni aparmaq lazımdır. Mütəxəssis bildirir ki, bu sahəyə ən çox ziyan vuran pambıq sovqasıdır. Əgər bu ziyanverici bitkinin yarpağının üzərinə yumurta qoyubsa, dərhal onlara qarşı mübarizəyə başlamaq lazımdır. Pambıqçılığa mənfi təsir edən digər amil isə hava şəraitinin istiləşməsidir. Temperatur yüksək olanda torpaqdakı suyun buxarlanması baş verir. Bu da əlavə suvarmaya ehtiyac yaradır. Çünki torpağın nəmliyi 65%-dən aşağı düşəndə bitkinin inkişafı dayanır. Mütəxəssis deyir ki, agrotexniki qaydalara əməl edən fermerlərin bu il pambıq sahələrindən yüksək gəlir götürəcəyi gözlənilir. Elnar İbrahimova, Elçin Baxşalızadə, Faiq Kərimov, Yevlax.